belə bir döyüşü verir. Halal olsundan başqa heç nə deyəməyim. Yəni açığı mən inanmırdım Tofiq qalib gələr. Yəni yalan deməyəcəm də. Çünki belə mən düşünürəm ki, Meleğe hələ də bu düşüncədəyəmmi? Bilmirəm, axırıncı döyüşü biraz fikrim dəyişdi, yalan deməyim də. O belə hype'ladı da bildiniz ya. Yəni bizimkidir də, nə olursun bizimkidir yəni. Adam cin kimi döyüşdü, Quran and olsun. Ya prosta öz o belə prime vaxtı var ya Tofiqin. Yəni, o prime vaxtını adam Rizində zatda heç elədi. Yəni o vaxtlarını istəyirdim mən Tofiqin UFC'də. Onda tamam ayrı cür bir şey olardı. Yəni mən düşünürəm ki, o Justin Gaethje, Dustin Poirier, bunlar necə əfsanə, o ilk 5-likdə olan Max Holloway, Charles Oliveira, bunlar necə o tərpənməz adamlarlar. Yəni Tofiq o yerə gəlib çıxa biləcək adam idi. Heyf elədi.